Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Biz növbəti evimizə dəvət olunduq. Evimiz at yalındadır. Burada mən sizə necə iş görüblər onları açıqlayacağım. Biz bura kombi sistemi çəkirik. Yox idi, ancaq sanuzeldi və sanitar qovşağı bunların montajı olunubdur. Bax, bura bizim bu kombimiz burada olacaq. Bu pit minutkadır. Görürsünüz, bax, xətlərini çəkmişik. Buradan gəlib evimizə daxil olacaq, girəcək. Materialımız da alınıbdır. Gördüyünüz kimi SPK firmasıdır. Türk istehsalıdır. Bax, görürsünüz, kanalizasiyasıdır və fittingləridir. Hamısı Made in Türkiye. Yəni ki, saxta yazılmayıb da, belə deyək. Yəni həqiqətən də türk malıdır, təmiz türk malıdır. Bəzi materialların belə desək zayını çıxardıblar. Türk malındır, yəni yerli istehsal olunur, amma ona baxmayaraq, yəni işlətməyə dəymir də, belə deyək, keyfiyyətsizdir, sabahsı günü problem yaşadır. Bizim evimizə daxil olaq, bura bizim evin girişidir, dəhlizdir. Bura bizim sanuzelimiz və sanitar qovşağıdır. Bura təmiz söküləcək, təzdən yığılacaqdır. Bütün hər şeyi, yəni burada nizam intizamsız, ölçüsüz, pissіз, yəni belə desək stanovka eliflər. Görürsünüz, bura bu kanalizasiya bir neçə dəfə tutulmuşdu. Açıldı, yenə tutuldu, xeyir olmadı. Təzdən xət çəkiblər, çölə çıxardıblar. Onun da xeyir olmadı. İndi isə buranın təmiz dizaynını dəyişəcək. Yəni mən öz fikrimcə buradan unitaz qoyulacaq, BDS orada. Moydadur bu dəyişəcək, moydadur keçəcək unitazın yerinə. Burada isə bizim duşumuz olacaqdır. Buranı da təzdən sıfırdan çəkib işləyəcək əziz izləyicilər. Montajı da, kanalizasiyası da, hamısı bu yer təmiz dağılacaq. Bunlar neçə ildir burada əziyyət çəkirlər. Burada nəysə bu evin çox şeyini, yəni çox bərbad halda işləyiblər. İndi mən sizə göstərəcəm. Bizim bir radiatorımız burada olacaqdır. Gördüyünüz kimi dəhlizdə. Bura bizim mətbəxdir. Mətbəxdə də mebel söküləcək, təzdən yığılacaq burada. Bir radiatorımız da bu pəncərənin altında olacaq. Bax, hamısı divarın içərisindən işlənəcək borularımızın. Bura bizim zaldır. Zalda da bax, bu qıraqla xəttini çəkir. Yorulmayasam burası da. Bu hissədən bax, belənçinə çəkilib. Gedəcək o birisi otağımıza, yataq otağına. Bax, bura gəlib çıxacaqdır. Evi əzizləyicilər, belə desək, bir qənəd üstə fırlamayacağım, 2 qənəd üstə fırlayacağım. İndi çəkiliş eləyəndə də yenə çəkiliş eləyib paylaşacağım. Burada bizim bir yataq otağıdır. Bu mətbəxdən gəlib, burada dayanacaqdır. Axır, yəni bizim otaqlar buradır. Mən bunu demək istəyirəm əzizləyicilər. Görün, ev nə gündədir, baxın. 2 dəfə, 3 dəfə də düzəldiblər. Ev sahibi, yəni yalancı adam da döydə dura yalandan danışa. Yazıq 2000 manat deyir, bir vermişəm, 1000 manat bir vermişəm, nə bilim, 3 dənə adam belə ustalara düzəltdirib, nə bilim, boynuna götürüblər ki, hə, biz bilirik, düzəldirik. Yazıqlar, axırıncı səfər deyir, 2000 manat vermişik. Düzəltdikləri də budur, bax, göz qabağındadır. Bu çat belə desək əzizləyicilər, çöldə yoxdur. İçərdən baş verir. Mən də öz fikrimcə düz deyib, bu mənim sahəmdir. Dedim, yəni ola bilər, yük də ağırlıq da olar. İçəri səni söküb, kərpişlə eləmək. Kərpişlə olsa, baxma, yenə haradasa biraz köməkli eləyər, mənə elə gəlir. Setkada çəkib, işlənləndən sonra olar. Bax, budur, pəncərədən çöl hissəni çəkirəm. Baxın, çöldə elə sən deyən çat yoxdur. Var, biraz bu bir dip hissədədir, bax, orada qıraqdadır. Burada nəsə torpaqların özündədir, nədir, başım çıxmır ya. O deyir, bax, o qonşuya baxın, bax. Bax, o qonşunun da evində, bax, görürsünüz, bax, çata, bax, onda da var. Burada deyil, ümumiyyətcə, yeri də boşluq var, nədir bilmirəm.
Ümumiyyətcə, yəni ustası da mən elə gəlir ki, usta da keyfiyyətli iş görmürdü. Görürsüz, polu biri-birindən hündür, otaqların polları biri-birindən hündür. İndi bunlar deyir, biz məcburuq ki, evə laminat vuraq. Bax, görürsüz. Bax, görürsüz, bax. Biri-birindən nə qədər hündürdür. Sonra deyirlər ki, kommentariyada yazırlar, düz deyir, mən onlara elə baş qoşmuram. Çünki belə desək, yəni onlar otururlar evdə, ağlı yox, bir şey yox. Boş bekar adamlardır, gelirlər, başları çıxmır, bir şey eləmir. Onun bunun işinə çepi tapırlar. Halbuki özünün anlayışı yoxdur, heç nədən anlayışı yoxdur. O şey deməli, qandığı qrafa yoxdur. Durub yalandan danışırlar, onlara baş qoşmağa dəyməz. Onlara baş qoşmağa dəyməz. Orada danışırlar, boş-boş danışsınlar da özləri bilər. Nə danışırlar, danışsınlar. O atalarımızın bir gözəl sözü var, deyir, itüriyər, karvan keçər. Ona görə qoy danışsınlar, özləri bilər. Əsas odur ki, biz işimizi yaxşı görürük, işimizi mükəmməl görürük. Kim nə deyir desin. Bilən bilir ki, hə, işimizi yaxşı görür. Bilməyən də ki, o qarnı qurtdulardır özləri. Əllərindən iş gəlmir deyə, ona görə də başlayırlar danışmağa. İndi buranın inşallah çəkilişini başlamışıq, bu günləri işimizə start vermişik. İşimizi görək, qurtaraq ondan sonra. Səhər-səhər gələndə bizim başımıza nə iş gəldi? Evin açarı bu yaxşı işləmirdi, düzdür. Bunu açdıq zamoku. Ancaq bu zamok, bunu boş qoyduqlarına görə, bunu da deyim ki, biləsiz əziz izləyicilər. Yəni evdə bax, bu boş olanda qapını açıb bağladıqsa, bax, bu rəzə var, bax, gəlir qabağa bağlanır. Qapı bağlandı, açılmadı. Mən də heç nə, reşotkaları zədələməyə əlim gəlmədi. Krişaya daxil oldum, krişa ilə gəldim. Bizim bax, görsən, burada patologda alçıpan olsa dedi, dəyişəcək. Gör nə gündədir alçıpanıma bax. Pis gündədir, dedi, olsa dəyişəcək. Buradan krişadan düşdüm aşağı pilləkəndən. Gəldim, bax, buradan da baxdım, içərdən baxdım ki, qapı bu bağlı vəziyyətdədir. Tam bağlanıb, bax, bu cürünə təmiz bağlanıbdır. Çünki bu boş olanda, qapını açıb bağladıqca, bu istər-istəməz, bax, bu boşdur, görürsünüz, bax, öz-özünə tərpənir. Tərpənəndə də qapı içərdən bağlanır. Buna bir nömrə nəzarət edin. Bunun görsən, burada uruçqası var, arxaya, qabağa hərəkət elətdirirsən. Bunu bağlamalısan ki, bağlı vəziyyətdə olmalıdır ki, bağladın mı uruçqanı, bu bağlıdır. Bu ücə qabağa getmək mümkün deyil. Daha ona görə qapıya zədə vurmadım. Dedim, hayıfdır da, indi elə eləyək ki, çalışaq ki, şeyi planımla görək. Reşotkaya zada heç nəyə əl vurmadım. Sadəcə krişadan düşdüm, gəldim, dəhlizdən də patolog alçıpanı dağıtdım, oradan pilləkəndən düşdüm aşağı. Yəni bundan bir dənə ehtiyatlı olun ki, evlərdə olur, yaddan çıxır elir, amma yenə də diqqətli olun ki, qapınıza zada zərər dəyməsin. Görürsünüz, heç nəyə zərər vurmadıq. Əziz izləyicilər, inşallah çəkilişimizi eləyək, sistemimizi adı çəkək. Ondan sonra inşallah xətləri də çəkəndə onu da çəkilişini eləyəcəm. Bir dənə də radiatorumuz orada olacaq. İndi baxacam yenə də otağın kvadratını hesablayacam. Əgər 2 radiator gedərsə, 2 dənə radiator qoyacam. Bir dənə gedərsə, bir dənə. Yəni çox belə desək, uzun radiator qoymaq olmaz. O itki deməkdir. Orada kommentariyada yazırlar, düzdür. Belə deyək də, yenə də bəyəkki dediyim kimi, çoxunun başı çıxır, çoxunun da başı çıxmır. O köhnədən kimsə stanovka elədi, yeridə o da ev sahibi deyir ki, da qoy, başqa yerə qoymağa mənim, belə desək, dizaynim pozulur. Onu mən bilərəkdən qoymuram, ev sahibinin özünün məsləhətindən qoyuram. Bax, belənçinə, inşallah çəkiliş eləyərəm, ona da baxarsınız, əzizləyicilər, bizim ən axır otaq buradadır. Buradan belə bizdə boru getməyəcəkdir. Ancaq bizim bir axırıncı tosk orada olacaqdır. Biri də bu yataq otağında olacaqdır. Bundan sonra bizim axır toskamız buradır. Evimizin də kvadrat metri 100 kvadrat metrdir.
stilik yoxdur, indiyənə qədər belə işlədiblər. Ona görə də dedilər, axırı qərara gəldilər ki, remont zad da zay olur. Ona görə də bax, patologlara baxın. Görün nə gündədir, bax. Burada bu düşdüyüm yerdə odun peçinin yeri vardı. Bura odun peç kimi nəsə qoymuşlar. Ya İran peç idi, nə idisə qoymuşlar. Turbasını yuxarıdan çıxartdım mən. Bir də əzizləyicilər onu yadımdan çıxdı deməyi. O həmişə mən görsəm videoda vurğulayıram ki, deyirəm bu satılan işlər var. Bax, hamısının bəhrəsi belə olur, bax. Görürsünüz. Bu çerez o ona satır işi, bu buna satır. Haqqını alır, verir işi bilməyən adamdır. Bax, budur. Görürsünüz. Bax, hamısı bunun nəticəsidir. Orada kommentariyada yazırlar, deyir ki, ustadan, mən ustadan heç vaxt faiz almamışam. Yəni, bunu heç kim deyə bilməz. Bir nəfər varsa aldığım desin ki, usta, sən məndən faiz alıbsan, iş veribsən. Ya, belə yaxşı usta olsa, hə, verirəm, faiz almıram. Deyirəm, bir dənə işini qəşək gör. Ümumiyyətcə, ustadan faiz almaz. Bir, ikincisəkin orada yazırlar, düzdür. Onlara yenə deyirəm, mən baş qoşmuram. Yəni, bu satılan iş, həmişə bunun axırı belədir. Bunu yadınızda saxlayın. Bax, bu evin də sahibi, bax, iş gördürən. Bax, bu da, bir neçə usta ilə şeyliflər, axırda gəlib, bax, belə çıxdı. Yəni ki, deməyim odur ki, işinizi gördürəndə bir dəfə gördürün, 5 dəfə gördürməyin. Görürsünüz, bax, bu evin vəziyyətini neçə dəfə də düzəldiblər. Yenə çerez ustalarla, ustalar da demir, hamısını demirəm, şamil eləmirəm, içində var. Yaxşı ustalarımız da var, Allah köməklərində olsun. Əsas bu, bilməyənlərdən söhbət gedir. Bilməyəndəki belədir. Yenə deyirəm, mən neçə ustalara köməklik eləyirəm, işləyirlər. Yəni, onlardan da bir qəpinədir belə, mən pul almıram. Amma var, bəzi ustalarımız var, onlar alırlar. Məsləhət nədir belə, onu verməyə də pul alırlar. Yəni, bunu da deyə bilərəm. Mən amma Allah şahiddir ki, mən neçə ustalara məsləhət verirəm, köməklik eləyirəm, işləyirlər. Yəni, Allah hamd olsun, mən bir qəpi onlardan pul almamışam. Təklif eliflər demişəm, yox, lazım deyil. İşinizə səliqəli, təmiz gör, o bəs eləyir mənim üçün. O problem yoxdur. Ancaq işi bugünə qoymaq, gör buna bax, gör nə gündədir, baxın. O evlərin də, o birisi evlərin də çatı, o 100%, yəni işin məsuliyyətsizliyindən irəli gəlir. O işi düzəməlli görmürlər, ona görə də bax, elə baş verir. Bax, hamısı bax, nəmişdik. Bu çöldə çıxım hələ o yadımdan çıx. O jolopun kanalizasiyasını çəkiblər. İndi baxın, görün necə çəkiblər də 50-lik boru ilə. Onu mən sizə göstərmədim. Bax, neçə bax, bunu buradan veriblər, bu heç o ləğv olacaq. Təzədən bura sistem çəkəcəm mən. Baxın, görün, bu ustalar necə, satılan iş necə görülür. Baxın. Bax, bu bizim Krişanın novundan gələn sulardır. Bax, görürsünüz, bax. Bu yerlə gedib, orada kanalizasiya var. Ora qoşulmalıdır, biz də ora qoşacaq. Baxın, əzizləyicilər, indi görün. Orada bəzi var, başı var, nə olsun, insan cildindədir, amma ağlı yoxdur. Bax, elələr danışanda adamı biraz düzdür, qıcıq verir. Bax, görürsən, baxın. Baxın, çəkdiyi çəkilişə baxın. Bunu nə olar? Ölümdür ki, xamut vuraşın, qəşək səliqəli çəkəsən. Ya da ki, və yaxud oradan yendirəsən, aşağı evin düz zaborun dibindən çəkib aparasan. Gör nə gündədir. Hələ bunları da yazıq deyir, ev sahibi deyir, mən vurmuşam, mismarı. Vapşem deyir, boru sallanırdı, pis gündə də, bərbad gündə. Bax, budur. İndi belə işləri mən çəkiliş eləməyim, deməyim. Bu ev sahibləri də görüb mariflənməsin. Gedirlər, aldanırlar, gətirirlər, yalandan deyir, mən belə iş görürəm, mən elə eləyirəm, ev sahibi də inanır da, insandır. O da ki, aldanır, axırda belə olur. Ona görə əzizləyicilər, aldanmayın. Satılan işi heç vaxt gətirib ustanı qapınızda işlətməyin. Məndən sizə tövsiyə, bax, yenə də özünüz bilərsiniz, amma işiniz pis günə qalar.
Hələlik bu qədər. İnşallah növbəti videolarımız olacaqdır. Onları da çəkiliş ilə paylaşacağım. Baxarsınız. Hələlik bu qədər. Allah amanında qalın. Abunə olmağı da unutmayın ki, sizlərin abunə olmaq bizlər üçün çox önəmlidir. Sağ olun əziz izləyicilər. Hələlik bu qədər.